edeceğim bu güzel həyət evi Şaramanda yerləşir. Yola yaxın məsafədə həqiqətən qəşəng yerdir. 6 sot yarım içində 12-13 daş, 150 kvadratlıq 5 otaq, 1 mansar həyət evi cəmi 168 min manata satışa çıxır. Sənət torpağın çıxarışıdır. Tam 6 sot yarımın içindədir. Bu evin üstün cəhətdə bilsin nədir? Torpağı yarı bölüb ikinci evdə tikmək olar. Evi yadına çıxardı, neyse yadına çıxardı diyeceğim hara proyektidir. Altı garajı göster. Evin altı garajı, taksi masanın altı garajı, bizi yanması da var. Düşme oraya. Padvanı göster. Şvedski proyekt maga. O taraftan da sistemini göster. Ve ev dört bir taraftan hiçbir eve faaliyet birleşik değil. Sevindirici hal. Kenarı göster. Şəxsi özünə tikilidir. Stadiondur da elə bir. Gəl həyətini bir yaşantını göstərək, sonra yürüsək. İşin sonlarında inansız yorulur, amma ev o da gözəldir ki, bunu çəkmədən getmək istəmədik. Səhifəmizdə var, yüksək qiymətə var idi əvvəl. İndi qiymət endirilir. Burada bağı, bunu deyirəm, torpağı yarı-yarı 3 sot büyür, 3 sot yarım ev qarışıq. Buranı da bölüb, yenə ikinci aparma var, amma heyf tanrıdır. Elə buranın basını saxlayın. Burada kladovkasıdır. Orada da kladovkada həyət içində sanitar qovşaq, sanuz ilə ayrıca var, yay üçün belə deyir. Bu həyəti bağın baxacağım, bir yavrubuzu çatılır da qardaşım. Hə? Hə. Yox, yandım. Buranı deydim, neyse gəl. Yaxşı. Girəyim içərisini göstərək. Tamına 5 otaq, 150 kvadrat. Özü əşyaları ilə birlikdə. Düzdür, evdə üzərə lazım olan əşyaları götürüblər, yəni qalanları satışdan sonra qalacaqdır. 168 minə indirim də olacaq. Həqiqətən yorulduğumu hiss edirəm, inansam. Ayaqqabını geyinmək var. Aç qapını, gücüm çatmır qapıya. Bismillah, keçdi evin içərisinə. Girən kimi dəhlizdə, sağda dəhliz mi verilir? Baqa bir arkalara geç. Bizim ötədə göstər. Buranı görürsünüz də. Şağlar üçün, izrafat olmasın. Buranı alan müştəri, bizim müştəri olsa. Masa için göstərdim pəncərəsini. Söz, o şağı ilə burada gizlən paç oynayacağım. Burada sanitar qovşaqlarını göstər. İkisi bir yerdədir. İstikol, açma tavan, havalandırma sistemi var. Bütün aksesuarların şulkasına kimi qoyulub. Patoroyan maşın üçün də göz burada yer ayırır. Bir gün çəkdiyimiz evlərin hamısında istipol olur. Çoxsunda keyfini istifol olur, şəkillərdə hər. Bir, yataq otağı. Görürsün, çox otaq boşdur. Bütün otaqlar apşırtqadır üstü. Mətbəxi. Mətbəxi. Sağda yenə bir otaq. Evin içi yorur adamı. 150 kvadrat az deyil. Gəz oyna bu yana. Burada da bir yataq otağı. Deyəcək ki, bir dənə video yoldu. Bir dənə video deyil də. Öncə şəkil video çəkirik. Burada da yenə bir yataq otağı. Gəl. Videomuzun bu kinonun kulminasiya nöqtəsinə gəlir. Geniş zalı. Ad gün, nişan, elə də burada. Burada yenə bir yataq otağı. Əşyaları ilə birlikdə. Əşyalar çox tane əşya vardı ya. Mən tezəri gidən vaxt bezə izləyən mod idi. Əşyalarla birlikdə 168 min manat sənət torpağın kucasıdır. 6 sot yarımdır, 5 otaq. Tam təmir, giriəcə şəxsi tikili ən əsası. Biləclərim, videonun sonuna qədər izlədiyiniz üçün təşəkkür edirəm. Endirim mütləq şəkildə olacaq.